Bunun bir neçə səbəbi var, amma ən təməl səbəbi bu gənclərin ailələrində analarınla bağlıdır, valideynlərdən. Çünki uşaq anadan olur, ana uşağın həyatını yaşamağa başlayır. Uşağın yerinə qərar verir, uşaq nə deyir, onu eləyir və uşağın bir fikri formalaşmır. Daha doğrusu uşaq ana nə deyir, onu eləyir və uşağın bir fikri formalaşmır, xarakteri formalaşmır, uşaq asılı vəziyyətdə qalır. Bəzi uşaqlar analarından qopduqları ilk anda kimi qarşılarına kim çıxırsa ona urcaq olurlar. O toksik münasibəti eşq sayırlar və sonra o toksik münasibəti davam elətdirirlər. Çünki tək başına həyatlarını davam elətdirə bilmirlər və buna görə də həmin insanlar təəssüf ki, münasibəti dayandıra bilmir. Ayrılmaq bacarmır ayrılığı. Dünyanın sonu gəlirmiş kimi hiss edir. Baxmayaraq ki, münasibətdə təhqir olunur, alçaldılır, bəzən döyülür, söyülür. Ancaq yenə də ayrılmaqdan çəkinir. Çünki bacarmır. Ayrılıq qərarını vermək ümumən çox ciddi bir xarakter istəyən bir qərardır. Yəni bu çox ciddi xarakter istəyir. Xarakteri formalaşmayan bir insan təbii ki, ayrıla bilməyəcək. Bu mənada analarımız biraz diqqətli olmalıdır məncə.